İndi deyəcəksiniz ki, bu qız Napolyon laylarını paylaşdı. Bəs kremi hardadır? Bu torta yaraşan ən dadlı krem diplomat reseptini bölüşürəm. Şəkər tozuna yumurta sarısı, un, qarğıdalı nişastası, duz əlavə eləyib, az-az süd töküb hamar hala gətirirəm. Vamodda bişirib isti-isti kərə və vanil qatıram. Soyuducuda tamam soyuduram. 33% yağlılıqlı heyvan mənşəli qaymağa, bitki qaymağı və şəkər pudrası qatıb mikserləyirəm. Diqqət edin ki, mikserin sürəti orta həddə olsun. Bu zaman qaymaq daha çox həcm yığır. Tamam soyumuş bişmiş kremi az-az qaymaq əlavə eləyirəm. Bu etapda isə mikseri ən aşağı sürətdə sabitləyirəm ki, kremdə düyünlər qalmasın. Dördkünc hissələrə böldüyüm layların arasına çəkib tortu yığıram. Keçən dəfə paylaşdığım qramlardakı Napolyon resepti ilə bu kremi eləsəz, düz 2 kilo hazır tort alınacaq. Bu kremlə tort tərkibindəki nəm faizinə görə bir gün sonra yumşalmağa başlayır. Əgər daimi xırçıltılı qalmağını istəyirsinizsə, sadəcə yağlı krem hazırlayıb arasına çəkin. Mən şəxsən öz porsiyamı ayırıb bir gün saxlayıram ki, tamam yumşalsın. Bəs siz necə? Xırçıltılı Napolyon sevirsiniz ya yumşaq?